Dəyərli izləyicilərimiz, bugün bizə ən çox müraciət olunan suallarla bağlı aydınlıq gətirmək istəyirəm. Belə ki, bəzi pasientlər süd vəzi müayinələrinə müraciət edən zaman hansı müayinədən keçməli olduqlarını soruşurlar. Bu çox doğru və yerində bir sualdır. Çünki süd vəzi müayinəsi multimodal müayinədir. Pasientin yaşından, şikayətindən, ortaya çıxan klinik tapıntılardan asılı olaraq seçilir. Lakin skrininq müayinəsinə müraciət edən pasientlər ümumi olaraq qruplaşdırılır nə şəkildə? Gənc xanımlar 15-18 yaşından 30-35 yaşına qədər ilkin olaraq heç bir şikayəti olmadan süd vəzi müayinəsindən ultrasəs müayinəsi metodu vasitəsilə keçirlər. 35-40 yaşından etibarən isə ilkin olaraq mammoqrafiya müayinəsi keçirilir və daha sonra ehtiyac yaranarsa yardımçı müayinə metodu olaraq ultrasəs müayinə metodundan istifadə edirik. Lakin öncədən qeyd etdiyim kimi də süd vəzi müayinəsi multimodal müayinə metodu olduğuna görə bəzi hallarda biz digər yardımçı müayinə metodlarından, məsələn, MRT müayinəsinə də pasiyenti yönəldə bilərik. Bu məlumatları ona görə verirəm ki, bəzi hallarda pasiyentlər elə düşünürlər ki, tək bir mammoqrafiya müayinəsindən və yaxud tək bir ultrasəs müayinəsindən keçən zaman bütün məlumatlar əldə olunur və diaqnoz tam olaraq əldə olunur. Gənc xanımlarda süd vəzi toxumasının sıxlığı çox olduğuna görə mammoqrafiya müayinəsinin informativliyi aşağı olur. Ona görə də biz ultrasəs müayinəsindən istifadə etməklə süd vəzi toxuma sıxlığı yuxarı olan xanımlarda müayinəni aparırıq. Eyni zamanda hamilə qadınlarda, süd verən xanımlarda da ultrasəs müayinəsindən istifadə edirik. Daha sonra mammoqrafiya müayinəsi bəzən elə olur ki, hətta 40-50 yaşlarında xanımlarda belə müayinə edən zaman toxuma sıxlığının yuxarı olduğuna rast gələ bilirik. Bunu biz təsnifatla C-D kateqoriyalı toxuma sıxlığı kimi qiymətləndiririk və bu zamanda biz artıq əlavə bir müayinə metodu olaraq daha yuxarı bir informasiya əldə etmək üçün MRT müayinəsinə göndərə bilərik. Mən bunu hər dəfə ona görə vurğulayıram ki, MRT müayinəsi bir rutin müayinə metodu deyildir və ora bir göstəriş olmalıdır. Bu göstəriş isə müayinə zamanı əldə olunur. Onu da qeyd etmək istəyirəm ki, bəzi xanımlarda genetik olaraq süd vəzi xəstəlikləri ana tərəfindən, anasında və ya birinci dərəcəli ana qohumlarında rast gəlinir. Bu xanımlar daha çox risk daşıdığına görə biz onların mammoqrafiya müayinəsini daha erkən 30 yaşından etibarən başlamalıyıq. İkinci daha çox rastlaşdığımız sual, pasiyentlər bəzi hallarda süd vəzi müayinəsinə gələrkən hansı süd vəzi ağrıyırsa, o süd vəzindən müayinədən keçmək istəyirlər. Bu çox yanlışdır. Biz hər dəfə pasiyentlərə deyirik ki, əksər hallarda ağrı olan süd vəzilərdə ciddi bir problemə rast gəlmirik. Və şəxsən mənim təcrübəmdə olubdur ki, pasiyent bir süd vəzini yazdırıb müayinəyə gəlib, ağrı olan süd vəzini və təkidlə qarşı tərəfin müayinə olunmasını istəmişəm və problem məhz pasiyentin şübhələnmədiyi, ağrı olmayan qarşı süd vəzində çıxıbdır və süd vəzi xərçəngini aşkar etmişik. Ona görə də hər dəfə pasiyentlərə deyirəm, süd vəzi orqanı qoşa orqandır. Burada seçici yanaşmaq olmaz. Müayinəyə gələrkən hər iki süd vəzi müayinəsi simmetrik şəkildə müayinə olunmalıdır. Bu mammoqrafiya müayinəsi bütün yəni süd vəzi xərçəngində daha erkən diaqnoz eləyən bir müayinə metodudur. Hələ ultrasəs müayinəsi bəzi hallarda aşkar edə bilmədikdə belə bir mikrokalsinat topalaşması şəklində kütləni, başlayan hansısa bir problemi erkən aşkar edən bir müayinə metodu olduğuna görə bütün dünya bunu qızıl standart müayinə kimi tanıyır və gəlin xəstəliyə gecikməyək. Süd vəzi xərçəngi yaş tanımır. Ona görə də müayinələrimizi vaxtında, erkən və silsilə şəkildə illik müayinələrimizi keçək ki, xəstəliyi daha erkən vaxtında təsbit edək. Unutmayaq ki, erkən diaqnoz həyat qurtarır və vaxtında aşkar olunan xəstəlik 99%, hətta indiki çalışmalara görə 100%-ə qədər müalicə qarantiyası verir. Sağlamlığınızın qeydinə qalın.